Dəyərli izləyicilər, hamınızı salamlayıram. Bugün də qəhrəmanlar deyir, belə Soğan Şahcürəl kəndində şəhidimiz Orxan Mirzəyevin ocağındayıq, Əloğlunun xeyirxah fort bugün də şəhid ziyarətində. Dəyərli izləyicilər, bir daha dediyim kimi hal-hazırda Orxan Mirzəyev vətən uğrunda canından keçdi, təki vətən sağ olsun deyən qəhrəmanımızın ocağındayıq. Allah ruhunu şad eləsin. 5-ci il dönümü. Allah şəhidlərimizi rəhmət eləsin. Bugün Orxan Əloğlunun bugün 5-ci il dönümündə Allah ruhunu şad eləsin. Siz bir qonşusu kimi istərdik ki, bir iki kəlmə deyəsiniz. Sağ olun qardaş, Allah köməyiniz olsun. Allah hər bir Azərbaycan vətəndaşını Allah qorusun. Siz də onun içində inşallah. Allah şəhid balamızı rəhmət eləsin. Şəhid balamız bizim evdən yox, eldən getdi. Allah onun ruhunu şad eləsin. Məkanı cənnət olsun. Çox sağ ol. Çox sağ ol qardaş. Təşəkkür edirəm. Var olasın. Buyur qardaş. Allah rəhmət eləsin bütün şəhid. Allah sizi var eləsin. O ki o məclisə ki gəlir, Allah onun o götürdüyü qədəmdən, o niyyətindən Allah hesablayır. Onun nami əmalına savabı. Çox böyük savabdır. Ona görə bu şəhidlərimizin biz hər zaman əbədidir xatirəsi bizlərin qəlbində. Ariflərdən birindən bir nəfər sual edir. Deyir ki, necə oldu sən arif oldun? Yəni, dünyada məşhur oldun, tanındın. İndi məşhur olmaq üçün təbii ki, məşhur bizim zehnimizə, bizim fikrimizə başqa fikirlər gəlir ki, məşhur. Amma bir də var. Dəyərli şəhid valideynlərə qarşısında baş əyirik. Bugün vətən uğrunda canından keçən şəhidimiz Orxan Əloğlunun bugün 5-ci il dönümüdür, ruhu qarşısında baş əyirik. Vətən uğrunda canından keçdi. Burada sizin kimi qəhrəman atalarını görüb biz də fəxrlə, qürurla sizdən götürməyi özümüzə borc bilirik. Bilal da istərdim bir qəhrəman atası kimi bu günləri şəhid ocağında sizdən bir iki kəlmə götürək. Buyur. Mən də salam verirəm hər bir kəsi. İlləri Orxan balamızın 5-ci il dönümü, cənnətdəki dönümü mübarək olsun. Atası Əli kişiyə Allah rəhmət eləsin, anasına can sağlığı, qardaşına, bacısına can sağlığı. Allah ordumuzu qorusun, Allah millətimizi qorusun. Allah bizim bayrağımızı həmişə yüksəkdir eləsin inşallah. Vəziyyətimizi qorusun. Gələn qonaqlarımız sağ olsunlar ki, gəlirlər. Allah hamımızı sağ eləsin. Təbrik edirəm. Cənnətdəki il dönümü mübarək olsun, yenə deyirəm. Allah şəhidlərimizin İmam Hüseyin Ari salmazı, qazılığa can sağlığı versin. Allah sənə canını sağ eləsin ki, belə qəhrəmanlıq edirsən. Çox sağ ol ki, Borcumuzdur. hər oğlun işi gör belə 5 ildir sən bu yoldasan. Allah sənə can sağlığı versin, balları sənin gözünə çıraq eləsin. Çox sağ ol. Çox sağ olun, minnətdaram. Var olamın qarşında baş əyir. Hilal dayı buyur. Vətən müharibəsinin qəhrəmanı Cavidi Mahmudovun atası. Sağ ol. Allah sənin köməyin olsun. Allah razı olsun səndən. 5 ildir şəhid valideynlərinin yanındasan. Allah şəhid balamızın yerin cənnət eləsin. Cənnətdədir. Allah onun cənnətdəki məqamını uca eləsin. Amin. Anasına, qardaşına Allah səbir versin. Yaxınlarına, əmlərinə, dayılarına Allah səbir versin. Səbir azdır, dözümlü olsunlar. Balamız, Orxan balamız yaşasaydı indi məktəbi də qurtarmışdı. Arzuları yarımçılıq qaldı da onun. Bizlər üçün canından, həyatda ən xoş nemət olan can sağlığıdır. O canından, qanından keçdi. Bizlər yaşayaq, biz də daim bunu yad eləməliyik. Hər bir adam onu anmalıdır, yad eləməlidir. Ad günündə, anın bütün günlərdə onu yaddan çıxartmaq olmaz. O canından, qanından keçib bizlər yaşamaq üçün. Biz də onu yad eləməliyik. Daimi yadımızda saxlamalıyıq, yaddan çıxartmalıyıq. Allah səndən razı olsun, Allah dövlətimizi qorusun, millətimizi qorusun, dövlətçiliyimizi qorusun. Allah sənin kimi oğulları qorusun. Bura indi şəhid məclisi olduğu üçün bütün insanlar gəlməlidir, ziyarət eləməlidir. Məktəbdən gəlməlidir, hər bir yerdən gəlməlidir ki, əllərində bayraqla məktəb uşağı gəlməlidir. O məktəb uşağı səhər böyüyəndə bilməlidir ki, o vətənpərvər böyük. Dik aşılayacaq da o uşaqda. O gəlməlidir, o öyrəndiyi şeirləri deməlidir. Bu yaxın vaxtlarda biz Günəşlidə olanda Tərlan adında bir oğlan, 30 yaşı olur, 35.
Dedi, o vaxtı 92-ci ildə mən öyrəndiyim şey indi yadımdadır. Yəni o bizim müəllimlər dedi aparırdı. Yəni belə olmalıdır. Sağ ol, Allah səndən razı olsun. Çox sağ olun. Əlbəttə hər şey məktəbdən başlayır. Çünki bugünkü gündə məktəblərdən başlanmalıdır ki, qəhrəmanlarımızın ocaqlarda tanınmalıdır. Hər ikisinin qarşısında baş əyirəm. Məhəmməd qardaşımız, Cavid qardaşımızın ruhları şad olsun. Bugün Orxan balamızın şəhid olmasının 5-ci il dönümüdür. Mən bura gələn hər birinizə öz minnətdarlığımı bildirirəm. Mənim qardaşım oldu Orxan. Allah onu rəhmət eləsin, cənnətdəki məkanın uca eləsin. Və bugün burada şəhid ailələrindən şəhid ataları, Bilal, Hilal, mən hər ikisini gözəl tanıyıram. Onlar bütün məclislərdən həmişə görmüşəm ki, onlar məclislərdə iştirak etdilər. Allah onların övladlarına rəhmət eləsin. Amin. Onların